tamaşa keçən il aprel ayında ilk dəfə teatrımızda oynanılıb. Tamaşa Jean Cocteau'nun elə eyni adlı əsəri əsasında hazırlanıb. Tamaşanın rejissoru mənəm və baş rol ifaçıları mən Aydan Həsənzadə və teatrımızın adı bu qədər xoş seyirlər. I bought you daffodils on a pretty string, but they won't flower like they did last spring. Əsər fransız əsərdir. Jean Cocteau'nun biganə məşhur əsəridir. Mən bu əsərdə Emil obrazını canlandırıram. Oynadığım obraz mənfi qəhrəmandır. Yəni biz belə desək, Alfosdur. Yəni belə bir süjetdə olan bir əsərdir. Teatrımızda bu tamaşa yeniliklə qoyulub, artıq 2 dəfə oynanılıb, bu artıq 3-cü tamaşamızdır. Mən də biraz tamaşaya qabaq biraz həyəcanlıyam, üzrlü sayın. Bu qədər. Another love, all my tears have been used up on another love, all my tears have been used up. And if somebody hurts you, I wanna fight, but my hand's been broken way too many times. So I'll use my voice, I'll be so fucking rude. Words they always win, but I know I'll lose. And I sing a song that'll be just ours, but I sang them all to another heart. And I wanna cry, I wanna learn to love. Écoutez-moi, moi la chanteuse à demi. Parlez de moi, vos amours, à vos amis.